Salam, hörmətli izləyicilər. Əgər bilmək istəyirsiniz ki, 2009-a qədər qeydiyyatı olanlar və nigahə daxil olanlar kimdən yaşayış yeri alabilir, kimdən nə qədər ödəniş alabilir, video sonuna qədər baxın. Mən hüquqşünas Zaur Seyidzadə bu barədə məlumat verəcəm. Hörmətli izləyicilər, əgər yox, fərdi qaydadan məsləhət almaq istəyirsiniz, qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonun hüquq məsləhətin verilməsi və yəni hüquq məsləhətin verilməsi 10 manatdır. Amma YouTube'a abunə olmayan şəxslər üçün isə 25 manatdır. Bunun üçün YouTube'a abunə olduğunuz şəklini çəkdiniz, WhatsApp'a göndərdinizsə hüquq məsləhət ala bilərsiniz. Xahiş edirəm, kimin nə sualı varsa WhatsApp'a səslə göndərsin. Belə keçən mövzuya, hörmətli izləyicilər. Qeyd edin ki, 2009-a qədər qeydiyyatda olan şəxslər müxtəlif şəxslərdən, yəni yaşayış yeri və pul ala bilərlər. Bu ola bilər ev yəsi və ola bilər aidiyyəti qurumuna. Hansı halda ev yəsi olur, onu qeyd edin. Hansı halda aidiyyəti qurumuna olur, onu da qeyd edəcəm. Video sonuna qədər baxın. Hörmətli izləyicilər, aydın olsun. Belə də YouTube'da short bölməsində qısa hissəsini qoyuram, amma insanlar oradan baxır. Girin tam video baxın. Mən short bölməsində videonun adını yazıram və altında yazıram ki, tam video YouTube'da olan girin baxın. Hər şey aydın olsun. Belə qeyd edin ki, 2009-a qədər qeydiyyata düşmüşsə, fərqi yoxdur. Bu ev nigahdan əvvəl alınır və yaxud qaynananın evidir, qaynananın evidir. Fərqi yoxdur. Kiminsə evidirsə, həmin mülkiyyət sahibi sizi evdən çıxardırsa, mütləq sizə pul ödəməlidir. 3 il kirayə pulu qədər. Hörmətli izləyicilər, nəzərə alın. Yəni ki, siz qaldığınız evdə, ərazidə belə götürək də, kirayə pulu məsələn aylıq 300 manatdırsa, sizə 36 aylıq kirayə pulu verməlidir. Yəni 10.800 manat pul verməlidir. Bu ev yəsi tərəfindən verən puldur. Eyni zamanda orada yaşama hüququ var. Əgər yox, hansısa şirkət gəlib evi sökürsə, belə deyək, və mülkiyyət sahibi də vəfat edibsə, evin sənədləri tam yoxdursa, belə deyək, sərəncamdırsa, müqavilədirsə, belə bir şeydirsə, sizin orada qeydiyyatınız varsa, sizə də ödəniş eləməlidir, yaşayış hüququ olduğuna görə nəzərə alın. Bir daha qeyd edən hörmətli izləyicilər, mütləq qeyd edər. Amma burada 3 il kirayə pulu qədər yox, daha çox pul ödəyəcək. Ona görə ki, o mülkiyyət sahibi sayılmır. Hörmətli izləyicilər, nəzərə alın. O tikinti şirkəti gəlib sökürsə, sizə daha artıq bazar qiymətinə uyğun pul ödəməlidir, mütləq qeyd edər. Eyni zamanda onu qeyd edin ki, həmin evi rəsmiləşdirə bilərsiniz. Əgər mülkiyyət sahibi, ev sahibi rəhmənə gedibsə,